Fitr bayramının digər bir mahiyyəti qaliblərin elan olunduğu gündür. 2 dəfə olur da o ildə. Bir Ramazan ayındadır bayramı. Müsəlmanın 2 bayramı var. Bir Ramazan, Fitr bayramı, bir də ki Qurban bayramı. İstəyir Ramazan ayı olsun, istərsə də həc mövsümündə Qurban bayramı olsun. Sanki həmin vaxt müsəlmanlar, xüsusən möminlər üçün bir yarış meydanı açılır. Və bu müsabiqənin nəticəsi sonda elan olunur, bayram günü elan olunur. Həc ziyarətinə gedənlər o ziyarət müddətində çətinliklər var, özünə məxsus çətinliklər. Onları icra edirlər, nəhayət gəlirlər Zilhiccə ayının 10-cu günü qurban kəsirlər ki, ondan sanki oruc, Kəbə evindəki həc mənasikini tamamlamış sayılırlar. Ramazan ayında da insan bir ay çətinliklərlə sanki gəlir Ramazan bayramı günü fitrə zəkatını verməklə onu tamamlamış sayılır. Ona görə də deyir, insanlar sonda bilirlər ki, nə azuqə toplayıblar. Ramazan ayından çıxan insan birbaşa düşür ki, necə, hansı səviyyədə keçirdir. Ümumiyyətlə, oruç tuta bildirsə, Allaha şükürlər ki, deyir, şükür sən yola sona qədər tuta bildim, yaxud mənə güc qüvvəti, yaxud başqa bir formada razı niyaz edir. Görür ki, tuta bilib. İndi hərə bir şəkildə tutduğuna uyğun olaraq da mükafat alacaq o öz yerində. Amma eyni zamanda da həc ziyarətində də bu cürdür. Əməlləri diqqətlə riayət edir, hərə öz diqqətinə görə savab alır. Ona görə İmam Hüseyin əleyhissalamdan rəvayət var ki, Həzrət buyurur, həqiqətən izzət və cəlal sahibi olan Allah Ramazan ayı məxluqatı üçün bir imtihan məkanı, yəni belə deyək də müsabiqə məkanı qərar verib. Nə üçün qərar verib? Ki, orada Allahın razılıq və rizvanına, rizayətinə çatmaq üçün insan bəndəlik və itaət vasitəsilə yarışır. İnsanlar Allahın razılığını qazanmaq üçün həmin meydana atılmış insanlar Ramazan ayında istər Kəbə ziyarətində Allah bütün o ziyarətin arzusunda olanlara nəsib eləsin. Bəli, sanki bir müsabiqə meydana açılır həmin şəxslərə Ramazan ayı və Kəbə ziyarətində. Və İmam Hüseyin əleyhissalam Ramazan ayı misal getirir ki, sanki insanlar bir-birinə yarışırlar, yarış meydanındadılar. Sonra isə Həzrət buyurur, onda bir dəstə önə keçməklə nicat tapır. Bir dəstə şəxs Ramazan ayı bitəndə önə keçir və nicat